Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Nizami rayonu Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nazirliyin 112 qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 55 kvadrat metr olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadrat metr sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.